Qəbələnin balaca pəhləvanı adlandırılan Fatih şüşə qırıntıları üzərində ayaqyalın gəzir. Bu kadrlar Qəbələ İdman Klubunun məşq salındandır. Balaca pəhləvan öz məharətini nümayiş etdirir. 6 yaşlı bir uşağın qeyri-adi və təhlükəli hərəkətləri görənləri çox təəccübləndirir. Hamıya məlumdur ki, az yaşlı uşaq üçün bu cür təhlükəli hərəkətləri xəsarətsiz başa vurmaq qeyri-mümkündür. Sınmış şüşələrin Fatihin bədəninə heç bir ziyan vurmaması hamının marağına səbəb olur. Qəbələ şəhərində yaşayan 6 yaşlı pəhləvan Fatih Bağırov bir ildir ki, idmanın cüdo növü ilə məşğuldur. Qəbələ rayonunda cüdo qrupu yeni olmasına baxmayaraq, artıq qrupumuzda 100-ə yaxın uşaq məşq eləyir. Yığma komandada idmançılarımız var, beynəlxalq turnirlərdə bayrağımızı qaldırıblar. Xüsusən qeyd eləmək istəyirəm, bu ibtidai qrupda Fatihi qeyd eləmək istəyirəm. Gənc az yaşının olmağına baxmayaraq fiziki göstəriciləri, yarışlarda qalibiyyəti və qeyri-adi zəkası var. Eyni zamanda onun pəhlivanlıq qabiliyyəti var, hansı ki öz yaşlarına müqayisə etsək, yəni o şüşənin üstündə gəzmə, şüşə üstü uzanma, qarnında daşqırma bu bizim pəhlivanımızdır. Bu yaxınlarda Gəncədə keçirilən zona yarışında ikinci yeri tutaraq gümüş medal qazanan Fatihin ən böyük arzusu tanınmış pəhləvan və cüdo üzrə məşqçi müəllim olmaqdır. Mən şüşədə gəzirəm. Hamı mənə rayonda deyir ki, balaca pəhləvan, mən şüşədən qorxmuram. Mən həm də cüdodan məşğul olaram. İstəyirəm çoxlu medalım olsun. İstəyirəm mən cüdo müəllimi olum. Balaca Fatihin atası və əmisi də idmançıdır. Onun pəhləvan kimi yetişməsində isə atasının böyük rolu var. Ümid edirik ki, müntəzəm məşqlər edən Fatih tezliklə daha böyük məkanlarda pəhləvan kimi öz məharətini göstərə biləcək. Xanım Nağıyeva, Şahnəzər Bəşirov, Hümbət Məmmədov, Azərtac, Qəbələ.